Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Dərsimiz 22-ci mövzu olan duru xəmirdən məmulatların hazırlanma texnologiyasıdır. Un necə əldə olunur? Un, buğda, qarğıdalı, covdar və digər dənli bitkilərin üyüdülməsindən əldə edilən bir məhsuldur. Deməli, un nədir? Un, buğda, qarğıdalı, covdar və digər dənli bitkilərin üyüdülməsindən əldə olunan bir məhsuldur. Sadalanan bu dənli bitkilər insan orqanizmi üçün lazım olan bir çox dəyərli qida maddələrindən, məsələn, karbohidrat, zülal, yağların və mineralların daşıyıcısıdır. Deməli, bu dənli bitkilər hansı qidalı maddələrin daşıyıcısıdır? Karbohidratların, zülalların, yağların və mineral daşıyıcıların mənbəyi hesab olunur. Daha sonra istifadə olunan taxıl növündən asılı olaraq un, buğda, covdar, qarğıdalı unlarına ayrılır. Deməli, hansı unlar var? Buğda, covdar, qarğıdalı unlarına ayrıla bilər. Yəni, istifadə olunan hansı taxıl növündən buğdadsa buğda, covdardsa covdar, təbii ki, onlardan da öz unu əldə olunacaq. Unun keyfiyyəti, onun rəngi, ətri və dadı ilə müəyyən olunur. Unun keyfiyyəti nə ilə müəyyən olunur? Onun ətri, rəngi və dadı ilə müəyyən olunur. Bişinti məhsullarının keyfiyyət göstəricisi nədir bəs? Bişinti məhsullarının keyfiyyət göstəricisi köpmə, dad və xarici görünüş. Deməli, nə oldu? Köpmə, dad və xarici görünüşünə görə müəyyənləşdirilir. Bu göstəricilər isə unun keyfiyyətindən asılıdır. Un quru, yaxşı havalandırılan yerdə saxlanılmalıdır. Un quru və yaxşı havalandırılan yerdə saxlanılmalıdır. İstifadə etməmişdən əvvəl un ilkin emaldan keçir. Onun ilkin emalı nədir? Ələnmək. Unun ilkin emalı nədir? Ələyirik. Unu ələyirik, bu onun ilkin emalı hesab olunur. Sonra ələmə nəticəsində nə olur? Ələmə nəticəsində undakı təsadüfi qatışıqlar təmizlənir, unun bişmə xüsusiyyəti yaxşılaşır və bir digər vacib məqam isə oksigenlə zənginləşir. Xəmir hazırlamaq üçün un təpə şəklində qaba tökülür, içərisində çökəklik yaradılır, sonra maye əlavə edilir, xəmir bərabər sıxlıq alana qədər qarışdırılır. Bir daha deyirik, təpə şəklində qaba tökülür, içərisində bir çökəklik yaradılır, maye, yəni suyu əlavə olunur və eyni sıxlıq alana qədər qarışdırılır. Daha sonra xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona qabartma tozu yaxud maya əlavə olunur. Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona qabartma tozu və yaxud da ki, maya əlavə edilir. Amma deyir ki, əksər hallarda yumşaldıcı olaraq süddən və yumurta ağından qabartma tozu kimi istifadə olunur. Deməli, əksər hallarda yumşaltmaq üçün turş süddən, yumşaldıcı olaraq turş süddən, yumurta qabığından isə qabartma tozu kimi istifadə olunur. Deməli, müəllimlər, yumurta ağından isə toz kimi, yəni qabartma tozu kimi istifadə olunur. Bu da yumurtanın, məsəl üçün, keks falan eləyəndə yumurtanın ağını nə qədər çox belə mikserlə çırpırıqsa, görürsünüz, bir o qədər bəlkə olur, bir o qədər hündürə qalxır və onun, belə deyək də, qabarıqlığı daha çox yumurtanın o köpüyündən asılı vəziyyətə gəlir. Ona görə də burada da adətən soruşsa ki, yəni nədən istifadə olunur? O zaman deyirik ki, qabartma tozu və yaxud da ki, mayadan, belə məhsullardan. Amma ki, əksər hallarda yumşaltmaq üçün turş süd, amma qabartmaq kimi, qabarsın deyə, qabartma tozu kimi isə yumurta ağından istifadə edirik. Duru xəmirdən qida məmulatlarının, məsələn, bilim və adelyanın hazırlanması üçün mayalı və mayasız xəmirdən istifadə olunur. Deməli, bilim və oladyanın hazırlanması üçün deməli, həm mayalı, həm də mayasız xəmirdən istifadə olunur. Mayalı və mayasız xəmirdən istifadə edirik. Hər iki xəmirdən də istifadə olunur. Duru xəmirdən hazırlanan bilinin tarixi qədimdir. Demək olar ki, bütün xalqların mətbəxində bilin mövcuddur. Ruslarda bilin və yaxud da ki, bilini, ingilislərdə pankek, çinlilərdə çim bilini, fransızlarda isə nazi krep,
və bu kimi müxtəlif bilin növləri mövcuddur. Deməli, bir də deyirəm ruslarda rus bilini, bilin və yaxud da ki bilini, ingilislərdə pankek, çinlilərdə çin bilini, fransızlarda isə nazi krep, fransızlarda isə baxın zılar görürsünüz, fransız, nazi, krep kimi demək olar. Bilinlər müxtəlif içlikdə və yaxud da ki içliksiz hazırlana bilər. Burada içlik olaraq daha doğrusu nə ilə bir yerdə yeyilir? Bal, xama, qatılaşdırılmış süd, mürəbbə ilə də yeyilə bilər. Oladya nə idi müəllimlər? Oladya buğda unundan kökə deməkdir. Oladya buğda unundan kökə mənasını verir. Sonra bilin hazırlamaq üçün resept nədir? Bilin hazırlamaq üçün resurslar süd 500 ml, yumurta 2 ədəd, duz 1 çimdik, şəkər tozu 3 xörək qaşığı, buğda unu 1,5 stəkan, bitki yağı 2 xörək qaşığı, qabartma tozu da 1 çay qaşığı. Burada olan belə deyim də hissələri heç olmasa ardıcıllığın bilməsəz belə, yəni bilin hazırlama ardıcıllığını çalışın. Burada olan miqdarları dəqiq biləsiniz. Yəni dəqiq hansı nə qədər əlavə olunur, 100% ki, onları bilməyiniz şərtdir. Sonra bilinin hazırlanma ardıcılığı necədir? Bilin və oladya üçün mayasız duru xəmir vahid texnologiya üzrə hazırlanır. Burada nədir? Yumurta, duz və şəkər qarışdırılır. Bilin və oladya üçün olan reseptdir. Burada mayasız duru xəmir üçün yumurta, duz və şəkər qarışdırılır. Üçü bir yerdə qarışdırılır. Bundan sonra məhlula otaq temperaturunda olan süd və unun yarısı bitki yağı əlavə edilərək qarışdırılır. Sonra qabartma tozu əlavə edilir. Bunu da mütləq ki, çalışın ki, əzbər formada biləsiniz. Eyni cinsli duru xəmir alana qədər yaxşı qarışdırılır və 15-20 dəqiqə kənarda dincəlməyə qoyulur. Nə qədər? 15-20 dəqiqə. Bilin kiçik qalın dibli, çuğun və yapışmayan örtüyü olan tavallarda bişirilir. Bilini bişirmək üçün götürülən tava yağlanıb yaxşı qızdırılır. Tavanı yağlamaq üçün mətbəx fırçasından istifadə edilir. Kiçik çömçə ilə tavaya tökülür. Deməli, burada tavanı yağlayıb yaxşı qızdırırıq. Birinci yağlayırıq, sonra qızdırırıq bilində. Və kiçik çömçədən istifadə edirik. İndi burada nəyə görə deyirəm? İndi digər tərəfdə başqa bir hissə var ki, orada da başqa bir resursun adını verir. Deməli, bilində 15-20 dəqiqə kənara qoyduq dincəlməyə, qalın dibli yapışmayan örtü olan tavadan istifadə etdik və tavanı yağlayıb qızdırdıq. Və digər bir məqam isə çömçə, balaca kiçik çömçədən istifadə etdik. Bilinin alt tərəfi qızarır və üstü dəliklər yarandıqda onu çevirmək lazımdır. Bilinlər üst-üstə yığılır və kərə yağı ilə yağlanır. Bilin masaya ərinmiş kərə yağı, xama, mürəbbə və bal ilə verilir. Nə ilə? Ərinmiş kərə yağı, xama, mürəbbə və bal ilə bir yerdə verilir. Sonra bilin çox vaxt kəsmik, qiymə, ət, düyü və s. içliklərlə konvert və borucuq şəklində bükülür. Deməli, hansı formada? Konvert və borucuq şəklində bükülür. Bəs içlik olaraq isə qiymə, kəsmik, ət, düyü bunlardan istifadə olunur. Konvert və borucuq şəklində isə bükülür. Azərbaycanın şimal-qərb bölgəsində, hansı bölgəsində? Şimal-qərb bölgəsində. Deməli, müəllimlər, Azərbaycanın şimal-qərb bölgəsinin testlərə düşür bu hissə, yəni bu şimal-qərb, cənub-qərb və s. kimi yaza bilirlər. Şimal-qərb bölgəsinin əsasən Zaqatala və Balakən rayonlarının milli mətbəxinin əsas yeməyi duru xəmirdən hazırlanan sac üzərində bişirilən maxaradır. Hansı bölgə? Zaqatala, Balakən bölgəsində hazırlanan sac üzərində bişirilən maxaradır. Dadı bilinə oxşasa da deyil, bişirilmə qaydası fərqli olan maxara öz formasına görə günəşə bənzəyir. Testlərə də bu düşür ki, hansı formada olur? Günəş formasında olur, günəşə bənzəyir. Daha sonra maxara sacda bişirildiyindən xəmirin kənarları süzülərək günəş şüalarını xatırlayaraq, yəni o sacaqlar, belə deyək, sacaqlar əmələ gəlir. Baxın, yəni sacın üzərinə əlavə edib burada. O da belə deyək də yayılır, axır-axır sacın üzərindən. O zaman onun kənarları bir sacaq forması əmələ gətirir. Bu isə günəş şüalarını xatırladır.
Azərbaycanın milli sac yeməyi maxaranın resepti bilin ilə eyni formada hazırlanır. Bəs maxara üçün resept necədir? Maxaranın hazırlanması üçün daha doğrusu resurslar nədir? Resurs 500 ml süd, yumurta 2 ədəd, duz, bir çimdik, şəkər 3 xörək qaşığı, buğda, unu 1,5 stəkan, 2 xörək qaşığı isə bitki yağı, qabartma tozu 1 çay qaşığı əlavə olunur. Bilindəki kimidir. Sonra maxaranın hazırlanma ardıcıllığı isə bilindən fərqlidir. Maxaranın hazırlanması üçün yumurtalar mətbəx qarışdırıcısı ilə yaxşı çırpılır və üzərinə şəkər tozu əlavə edilərək qarışdırılır. Bundan sonra məhlula süd əlavə edilir. Qarışdırılma prosesi davam etdirilir. Daha sonra məhlulun üzərinə un, duz, qabartma tozu əlavə edib qarışdırıcı ilə qarışdırılır. Daha sonra sac qızdırılır və yağlanır. Sac qızdırılır öncə, sonra isə yağlanır. Hazırlanan xəmirdən 1 stəkan sacın üzərinə tökürük. Hər iki tərəfi qızardılır. Deməli, burada nəyini əlavə edirik? Stakanla. 1 stəkan ölçüsünə. Amma orada çömçə vasitəsilə biz onu əlavə edirdik sacın üzərinə. Maxara bişdikdən sonra isə siniyə qoyulur. Üzərinə kərə yağı çəkilir və süfrəyə verilir. Maxara, bal, şirin çay və yaxud da ki, sadə şəkildə yeyilir. Maxara, bal, şirin çay və yaxud da ki, sadə şəkildə yeyilir. Burada olan təhlükəsizlik qaydalarına da baxarsınız özünüz müəllimlər. Orada da yəni belə deyim, vacib bir hissə yoxdur. Sonra burada başqa da bir şey qalmadı burada. Eyni, yəni bilinin hazırlanmasında olan resurslar da, sonra maxaranın hazırlanmasında olan resurslar da eynidir. Sadəcə burada deməli, bilində biz 15-20 dəqiqə onu kənarda saxladırıq, dincə qoyuruq, amma maxarada belə bir şey yoxdur. Və bir də hazırlanma ardıcıllıq olaraq fərqlidir. Yəni, resurslarda hansı əvvəl əlavə olunur, hansı necə əlavə olunur, hansı formada qarışdırılır, onlara bir dənə diqqət yetirərsiniz oxuyan zaman ki, yadda qalsın. Belə müəllimlər, bu dərsdə bu qədər. Sadə bir dərsdir, belə deyim də, yəni bir çox xanımlarımızın bildiyi bir mövzudur. Sadəcə bəzi məqamlar var ki, onlara diqqət yetirməkdir. Bu qədər.